İrandakı etnik Azərbaycanlılar hazırda ölkənin onlarla şəhər və kəndində gedən etirazlara qoşulurmu? Prosesləri izləyənlər fərqli fikirləri bölüşürlər. Etirazlara qoşulmamasının səbəbi Pəhləvilərin hakimiyyətə gətirilməsi ilə bağlı təbliğ edirlər və ümumiyyətlə türk etniki İranda Pəhləvilərdən yaxşı xatirələri yox. Etiraza qatılmamağı İranın Azərbaycanlı prezidentinə ümidlə əlaqələndirənlər də var. Ağlaşaydım uzaq düşən, elinlə bir görəydim ayrılığı kimsaldır. İrandakı Azərbaycanlıları təmsil edən siyasi partiyalar da etirazları dəstəkləyib. Bu aşındırıcı vəziyyətin yükü Azərbaycan vətəndaşlarının üzərinə əvvəlkindən daha ağır şəkildə düşür. Ölən və saxlanılanlar arasında Azərbaycanlıların olma ehtimalı istisna edilmir. İranda 100 ildə, bir əsrdə 4 inqilab olub və bu inqilabların hamısının başında Azərbaycanlılar gedib, amma mərkəz gücləndikdən sonra ilk olaraq elə oradakı Azərbaycanlıların başını kasıblar. Siyasi şərhçilərə görə İrandakı rejimin ən çox qorxduğu Azərbaycanlıların etiraza qoşulmasıdır və onlar prosesi dəstəklərsə, təhlükəsizlik qüvvələri sırf Azərbaycanlıların etirazlarını boğmağa yönələcək. Bəs sən nə düşünürsən? Şərhə yaz. İranda milli valyutanın dəyər itirməsi, yüksək inflyasiyanın və bahalaşmanın doğurduğu narazılığın səsi artıq 13 gündür küçələrdə eşidilir. Beynəlxalq təşkilatlara görə etirazlarda mindən çox insan saxlanılıb, onlarla insan öldürülüb. Bəs ölkədə yaşayan 10 milyonlarla etnik Azərbaycanlı bu etiraz dalğasında yer alıbmı? Məlumatın dəqiqləşdirilməsi çətin və informasiya mühitinin dar olduğu İrandan bu suala dəqiq cavab tapmaq asan deyil. Çünki ölkədəki etirazlarda saxlanılan və ya yaralananların dəqiq sayını, kimliklərini və vəziyyətini rəsmi dairələr təsdiqləmir. Sosial medianın İran və Azərbaycan segmentində isə fikirlər haçalanıb. Siyasi fəal, əslən Təbrizli Əlriza Zamani Azadlıq Radiosuna deyir ki, Azərbaycanlıların yaşadıkları bölgələr də eyni iqtisadi və sosial problemlərlə üzləşir. Lakin 2024-cü ildən prezident olan Məsud Pezeşkiyanın etnik Azərbaycanlı olması onları dəyişiklik üçün ümid bəsləməyə sövq edir. Üstəlik, aksiyalarda Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi şüarları da Azərbaycanlıları narahat edir. Bilirsiniz ki, Azərbaycanlıların Pəhləvi sülaləsindən çox ciddi narazılıqları vardı və o dövrü, Pəhləvi dövrünü görən insanların hamısı bir çoxu yaşayır, həyatdadır və o dövrün nə qədər acınacaqlı olduğunu, nə qədər Azərbaycanlılara çətin olduqlarını şahidi hələ də həyatdadır və bilirlər. Ona görə onların yenidən hakimiyyətə gəlməsini heç vaxt istəməzlər. İranda şah dövrünün 1925-1979-cu illərdə Pəhləvi sülaləsinin idarəçiliyi əsasən mərkəzləşdirilmiş və fars millətçiliyinə əsaslanıb. Bu dövrdə dil və mədəniyyət sahəsindəki məhdudiyyətlər Azərbaycanlılar arasında narazılıq yaradıb. Azərbaycan türkçəsinin istifadəsi məhdudlaşdırılıb. Siyasi fəal Əlriza Zamani aksiyada Azərbaycanlıların qeyri-fəallığını həm də ümidsizliklə bağlı ola biləcəyini düşünür. İndiyə qədər İranda olan aksiyalarda Azərbaycanlıların və ya etnik qrupların ümumiyyətlə Azərbaycanda qeyri-fars xalqların hüquqlarının tanınmaması səbəbidir. İstər opozisiyon qüvvələr, istər İran daxilindəki müxalif qüvvələr heç biri Azərbaycanlıların haqlarını rəsmən tanımır və onların bərpası ilə bağlı heç bir plan irəli sürməyiblər, heç bir layihələri yoxdur. İranda Azərbaycan əsillilərin yaratdığı Azərbaycan partiyalarının koordinasiya şurasının etirazlarla bağlı bəyanatında deyilir ki, vətəndaşların yaşayışı böhran həddinə çatıb. Bu aşındırıcı vəziyyətin yükü Azərbaycan vətəndaşlarının üzərinə əvvəlkindən daha ağır şəkildə düşür. İranda iflic olmuş iqtisadiyyat insanların gündəlik dolanışığını ciddi şəkildə təhdid eləyir. Azərbaycan partiyalarının əməkdaşlıq şurası Azərbaycan xalqının və bazar tacirlərinin mülki və dinc etirazlarını qanuni və danılmaz bir hüquq kimi qiymətləndirir və bu hüququn müdafiəsini Azərbaycan partiyalarının sosial və siyasi məsuliyyətinin ayrılmaz tərkib hissəsi hesab eləyir. İrandakı Azərbaycanlı siyasi məhbusları Müdafiə Assosiasiyasının direktoru Yaşar Xakakpur Azərbaycanlıların etirazlara ilk günlərdən qoşulduğunu, bu günlərdə Təbriz bazarının bağlandığını deyir. Etirazlar təzə başlayıb. Bu iki Azərbaycanlılar qatılmırlar və ya nə
Nədir? O düz deyil. Azərbaycanlılar, yəni İranın bir çox bölgələrində vardılar. Təkcə 4 dənə, 5 dənə ustandə deyillər. Azərbaycanda Kərəcdə vardılar, Tehranda vardılar, Həmədanda və Qəzvində vardılar və bunların deyirlər bir çoxu, yəni indi etirazların mərkəzidir. Yaşar Hakaq burada o fikri bölüşür ki, Pəhləvilərin hakimiyyətə qayıtması ilə bağlı çıxışlar qeyri-fars xalqları etirazlara qoşulmağa çəkindirir. Lakin iqtisadiyyatdakı çöküşün bu xalqları aksiyalarda fəallaşdırması qaçılmazdı. Hüquq müdafiəçisi onda əlavə edir ki, onlarda olan məlumatlara əsasən saxlanılanlar arasında Azərbaycanlılar da var. Güney Azərbaycan Milli Oyanış Hərəkatının sözçüsü Ağrı Qaradağlı'nın fikrincə, Azərbaycanlılar etiraz aksiyalarına aktiv formada öz mənfəətləri uğrunda qatılacaq. Lakin İran rejiminin ən çox qorxduğu da məhz etnik Azərbaycanlılardır. 2 gündür artıq Təbrizdə yavaş-yavaş həm dünən, həm bugün bu etirazların qıvılcımı demək olar başlayır. Bizim istəyimiz dediyim kimi nədir? Güney Azərbaycan xalqının mənfəəti. Dəfələrcə Güney Azərbaycanda olan etirazlarda baxsanız deyiblər, nə şahçıyıq, nə şeyxçi, millətçi, millətçi. İranda 100 ildə, bir əsrdə 4 inqilab olub və bu inqilabların hamısının başında Azərbaycanlılar gedib, amma mərkəz gücləndikdən sonra ilk olaraq elə oradakı Azərbaycanlıların başını kəsiblər. Və buna görə də bu dəfə artıq deyərlər çox düşünüb, ona görə davam etmək lazımdır ki, ən azından çox az bədəl xəzinə ödəyərək bu məsələdən biz qalib çıxaq. İranda yaşayan solçular da hələ ki Azərbaycanlıların aksiyalara aktiv qoşulmadığını söyləyir. Onlar bildirirlər ki, gündəlik bahalaşmalar vəziyyəti ehtimal ki dəyişəcək. ABŞ-da yaşayan sosioloq Ramin Cabbarlı yazıb ki, İsrail açıq şəkildə Rıza Pəhləvini İran üçün alternativ kimi dəstəkləyir və bunun üçün həm siyasi dairələr, həm televiziya kanalları, həm də rəqəmsal təsir əməliyyatlarından istifadə edir ki, bu da fars olmayan etnik qrupların, o cümlədən Azərbaycanlıların etirazlarda səssiz qalmasına səbəb olur. Halbuki ABŞ Pəhləvini önə çıxarmır və alternativin ölkə daxilində formalaşmasını vurğulayır. İqtisadi çətinliklər İranda illərlə siyasi və ətraf mühit böhranlarını ağırlaşdırıb. Bundan öncə də siyasi və iqtisadi durma etirazlar olub. Lakin bu hadisələr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan qadın, həyat, azadlıq etirazlarından bəri İran hakimiyyəti üçün ən ciddi siqnal kimi dəyərləndirilir. Hakimiyyət orqanları iqtisadi çətinlikləri etiraf edir, amma etirazların qızışdırılmasında xarici ölkələrlə əlaqəli qrupları günahlandırırlar. Bir çox müşahidəçilərin nisbətən mülayim saydığı prezident Məsud Pezeşkiyan gərginliyə azaltmağa çalışıb. O, İranlıların qanuni tələblərini anladığını deyib, hökuməti iqtisadi çətinlikləri yüngülləşdirəcək addımlar atmağa çağırıb. Təhlükəsizlik qüvvələri isə etirazçılara qarşı sərt mövqe tutacaqlarını bəyan ediblər.